Salam müəllimlər, xoş gördük hər birinizi. Bugün sizlərlə statikaya, yəni cismin tarazlıq şərtlərinə aid bir neçə fərqli tipdə test nümunələrlə tanış olacağıq və ilk sualımızla başlayırıq. Sualımızda deyilir 4R radiuslu K və L qayçılı ötürmə vasitəsilə sərbəst fırlana bilən cisimlər şəkildəki kimi tarazlıqdadır. Buna görə P cisminin ağırlığının R cisminin ağırlığına olan nisbəti nə qədərdir? Məsələni həll eləmək üçün biz əvvəlcə cisimlərin mərkəzlərini birləşdirən düz xəttin bu şəkildə göstərsək və bu sistem, yəni bu şəkildə tarazlıqdadır. Deməli, bu ümumi düz xətt, çəkdiyimiz düz xəttdə bir link kimi təsəvvür eləsək və ümumi uzunluğunu K cisminin diametrinin 4R, eyni zamanda L cisminin də diametrinin 4R olduğundan onların deməli baxın tam mərkəz bu nöqtə bu linkin tarazlıq, yəni dayaq nöqtəsidir sanki. Bu nöqtə yəni cismin ağırlıq mərkəzi dayaq nöqtəsidir. Bu nöqtəyə nəzərən hər bir cismin qüvvə momenti bir-birinə bərabər olmalıdır ki, sistem tarazlıqda qalsın. P-nin qolu bu sarı xətlədiyim hissədir. R-in qolu isə baxın bu yaşıl hissədir. İndi hər bir qüvvənin öz belə deyək ki, qoluna nisbəti bir-birinə, daha doğrusu hasili bir-birinə bərabər olmalıdır. Ona görə P-nin ağırlıq qüvvəsi P vurulsun. Deməli, bu nöqtədən bura qədər məsafəyə diqqət eləsən, baxın, bu kiçik çevrənin radiusu 2R olduğu üçün diametri 4R, bu tərəfdə 2R'dir. Deməli, ümumi 6R bərabərdir. R vurulsun. R-dən bu hissəyə qədər məsafə bizə burada baxın verilib 3R. Burada 3R yazsam, yəni R-in ağırlıq qüvvəsi vurulsun 3. Bu R qarışmasın deyə bunu kiçik R göstərək. Buradan 6R və 3R ixtisar gedər və P 2P bərabərdir R alarıq. Bizdən P-nin R-ə nisbəti soruşduğu üçün P bölünsün R bərabərdir. Deməli, 2-də 1 yaza bilərik. Sualımızın düzgün cavabı olur A variantı. Növbəti məsələmizlə davam edirik. Məsələmizdə deyilir. Sürtünməsiz üfüqi sistemdə sükunətdə olan cisim ağırlığı nəzərə alınmayan blokları ip vasitəsilə bağlanıbdır. Buna görə ipin ucuna təsir göstərən qüvvə nəticəsində ip 1 metr çəkilərsə, cisim neçə santimetr hərəkət edər, yer dəyişmə icra edər. Bu tip məsələləri həll eləmək üçün qüvvədə qazancı tapmaq lazımdır. Baxın, sistem qüvvədə hər hansı sistem olur olsun. Qüvvədə sistem nə qədər qazanc verirsə, yolda bir o qədər dəfə itirir. Əvvəlcə mən baxmalıyam ki, bu sistem qüvvədə nə qədər qazanc verir. Bu qüvvə yazılan yerə bir F yazsam, baxın, eyni ipdə eyni gərilmə olmalıdır. Burada F yaza bilərəm. Onda gəlsəm digər ipə, baxın, artıq yaşılla rənglədiyim başqa ipdir. Bura F-dirsə, deməli, bu hissəyə düşən qüvvə 2F-dir. Onda digər bu qolada düşən qüvvə 2F-dir. Onda ip yazılan hissə burada 4F qüvvəsi var. Deməli, F qüvvəsi ilə 4F ağırlığındakı bir cismi çəkə bilirəm. Deməli, mən qüvvədə 4 dəfə qazancı əldə eləmişəmsə, yolda 4 dəfə itirməliyəm. Yəni, mən ipi 1 metr çəkirəmsə, cisim çəkdiyim ipdən 4 dəfə kiçik məsafəyə, yəni 1 bölünsün 4 metr məsafəyə çəkilə bilər. Bu 0,25 metr deməkdir. Bizdən santimetrlə soruşduğu üçün 25 santimetr deməli məsafəyə hərəkət edər. Ona görə sualımızın düzgün cavabı B variantı. Növbəti məsələmizdə deyilir. Bərabər bölməli, ağırlığı nəzərə alınmayan çubuq və çarx ilə əmələ gələn sistemdə 5P ağırlığındakı cisim şəkildəki kimi tarazlıqdadır. Buna görə 3R uzunluğundakı çarxın qoluna təsir göstərən F qüvvəsi neçə P olar? Deməli, burada əvvəlcə lingin tarazlıq şərtinə baxırıq. Yəni, 5P ağırlığındakı cisim lingdə tarazlıqdadır. Ona görə bu şəkildə 5P ağırlığında
tətbiq olunan qüvvənin qoluna baxsaq 2 damadır. Və qüvvənin, yəni daha doğrusu bu lingin digər qolundan bir ip vasitəsilə tarazlıqdadır. Bura hər hansı bir T qüvvəsi yazsam, yəni T qüvvəsi neçə P olmalıdır ki, ling tarazlıqda qalsın? Onda yazmalıyam 5P vurulsun 2. Baxın, P-nin qolunu yazıram. Yəni 5P cismi sadə əqrəbi əksinə, T qeyd elədiyim qüvvə isə sadə əqrəb istiqamətində döndərir. Lingin tarazlıq şərtinə görə sadə əqrəb istiqamətində və əksinə döndərən qüvvə momentləri bir-birinə bərabər olmalıdır. Biz də onları bir-birinə bərabər edək. 5P-nin 2-yə hasili bərabər olmalıdır. T-nin qolunu saysaq 1, 2, 3, 4, 5. Vurulsun 5. Buradan alarıq ki, T bərabərdir 2P. Deməli, T olaraq qeyd elədiyimiz ipin bu qolunda, ipin bu hissəsində 2P qüvvəsi tətbiq olunur. 2P-nin, indi baxın, keçirik çarx sisteminə baxmağa. Bu çarx sistemində bu hissədən 2P qüvvəsi tətbiq olunur və bura R olaraq bizə qeyd olunubdur. Amma F qüvvəsinin qoluna baxsaq 3R'dir. Ona görə də yenə 2P, indi yalnız çarx sisteminə baxırıq. 2P çarxı sadə əqrəbi əksinə döndərmək istəyir, amma F həmən çarxı sadə əqrəb istiqamətində döndərmək istəyir. Ona görə yenə eyni qaydada bu dəfə də 2P-nin öz qoluna, yəni R-ə hasili bərabər olmalıdır F-in öz qoluna, yəni 3R hasilinə bərabər olmalıdır. Buradan F bərabərdir, R-lər ixtisar gedər. 2P bölünsün 3. Bizə də neçə P olduğu soruşulduğu üçün düzgün cavabımız C variantı, deməli 3-də 2 olmalıdır. Deməli, növbəti məsələmizlə davam edirik. Məsələmizdə deyilir, sürtünmələrin nəzərə alınmadığı şəkildəki sistemdə bloklar bir cins və hər birinin ağırlığı 1 newtondur. Şəkildəki sistem tarazlıqda olduğuna görə K cisminin ağırlığı neçə newtondur? Burada blokların hər birinin ağırlığı nəzərə alındığı üçün biz blok ağırlıqlarını, baxın, ağırlıq qüvvələrini bu şəkildə göstərək. Hər birinin ağırlıq qüvvəsini aşağı doğru 1 newton yazaq. 1 newton, 1 newton, burada 1 newton yazaq. İndi baxın, bizim belə bir qaydamız var idi. Eyni ipdə eyni gərilmə olmalıdır. 8 newton olaraq qeyd olunan hissədən başlayıram ipi izləməyə. Gəlirəm belə, eyni ipdir, 8 newton. Yuxarı 8 newton dartılır, aşağı 2 newton var. Nə qədəri çatışmır? 6 newton. Deməli, ipin bu hissəsində 6 newton gərilmə var. İndi baxın, belə gəlirəm, eyni ip. Bu hissədə də 6 newtondur. Və 2 newton da əlavə üzərindən 2 newton təsir göstərdiyi üçün, deməli, ipin yuxarısında 8 newtondur. Onda ipi davam elətdirsən, baxın, bu hissədən göstərim ki, aydın görünsün, 8 newton. Deməli, bu ipi, yəni K cismini tarazlıqda saxlayan ipə baxın, həmən bu 3 qüvvə, 6 newton, 8 newton və 6 newton qüvvələri K cismini tarazlıqda saxlayıbdır. Bunların hər üçünü cəmləyirəm. 6 plus 8 plus 6, bu bizə verir 20 newton. Aşağı doğru 1 newton olduğu üçün K-ya düşən, deməli, ağırlıq qüvvəsi də 19 newton olmalıdır ki, 19 və 1-in cəmi 20 newton versin. Ona görə sualımızın düzgün cavabı A variantı. Sonuncu məsələmizdə də deyilir ki, deməli, radiusları 2R və R olan bərabər mərkəzli A və B fırlanan bərk cisimləri ox yönündə bir tam dövr edir. Buna görə cismin yer dəyişməsi aşağıdakılardan hansıdır? Bu məsələni həll eləmək üçün ipin olduğu hissəyə, yəni baxın bu qola və digər qola, yəni fırlanan bərk cisimlərin çarx kimi bağlanan hissələrinə baxmalıyıq ki, fırlanan bərk cisim təbii ki A və B bərabər mərkəzli olduğu üçün hər ikisi bir tam dövr edir. Deməli, B çevrəsinə bağlı olan ipin qolu ki var, baxın bu hissə.
B çevrəsi bir tam dövr eləyəndə ipi nə qədər yığır? Öz çevrə uzunluğu qədər. O çevrənin uzunluğu nə qədərdir? 2 pi r. Deməli, ipin bu qolu 2 pi r qədər yığıldı. İndi A çevrəsinə bağlanan ip qoluna diqqət eləyək. O da bir dövr eləyəndə ipin digər qolu A çevrəsinin uzunluğu qədər yığılır. Yəni, A çevrəsinin radiusu 2r olduğu üçün, deməli, digər qolumuz üçün baxsaq, 2 pi vurulsun 2r. Bu da 4 pi r verər. Qollardan biri 2 pi r, digəri 4 pi r yığılırsa, deməli, ümumi ipin yuxarı dartılmağı 6 pi r qədərdir. Və qeyd etdiyim həmən bu deməli, blok ki var, gördüyümüz kimi tərpənən blokdur. Axı biz demişdik, tərpənən blokda ip nə qədər yer dəyişmə edirsə, yük onun yarısı qədər yer dəyişmə edir. Yəni, həmən, baxın, yenə yaşılla dairəyə aldığım, həmən bu tərpənən blokun yük hissəsində dayanan hissə, bura bir C yazıram. C hissəsi sanki yük dayanan hissədir. Deməli, ip 6 pi r qədər yerdəşmə icra edəndə C hissəsi onun yarısı, yəni 3 pi r qədər yerdəşmə icra eləməlidir. İndi təzədən baxın, qaranla dairəyə aldığım tərpənən bloka baxıram. İndi tərpənən blokun ipi 3 pi r qədər yerdəşmə icra edir. Digəri baxın, dayağa bağlanıb. Digəri yığılmır. Öz yerində dayanır, amma deməli, digər qol 3 pi r qədər yer dəyişmə icra edirsə, onda cisim yenə tərpənən blok olduğu üçün onun yarısı qədər yer dəyişmə icra edər, yəni 1/5 pi r qədər yer dəyişmə icra edər, yuxarı qalxar. Ona görə sualımızın düzgün cavabı D variantı.